İndi gəlirəm məşğulluğa gətirilən mal-heyvana. Bu məsələlərin mənim dediyim. Daha indi birazdan Etibar qardaşımız tamam başqa şeylər deyəcəkdir. Bir 10 dəqiqədə bunu deyəcəm. Ondan sonra Etibar qardaşımız hər nə lazımdırsa bir-bir açıqlayacaq burada. Məşğulluq adı altında ölkəyə inəklər gətirir. Hər kəs inəkləri görəndə onlara yazığı gəlir. Düzdürmü? Düz. Adamın ürəyi yarğıydı inəklərə. Deyirsən ki, nə oldu? Bunlar getdilər Rusiyadan elə ancaq 50 invalid şey götdülər, gəldilər, inək gətirdilər. İnək yerir, baxsan belə gedir. Ölür ayaqda, 40-ı çıxıb. Bəs bunu gömrükdə görmürlər. Görürlər. Amma gömrükdən keçən o inəklər deyil. Əslində gömrükdən gətirilənlər 500-600 kiloluq mallardır. Sağlam mallardır. Dostlar, fikir verin ha. Mən buradan baş prokurorumuza səslənirəm, Dövlət Təhlükəsizlik Xidmətinə səslənirəm. Xahiş edirəm. Məsələni araşdırmaya götürün, qardaş. Niyə eləmirsiniz bunu? Axı sizin də tayfanız, qohum, əqrabaz, hər kəsiniz mənlə bərabər ət ala bilmir da. Niyə biz bu cinayətçini qaldırmırıq bu adamların üstünə? Niyə bu adamları biz məsuliyyətə cəlb eləmirik? Bunun arxasında duranlar niyə ortalığa çıxarılmır? Şərif bəy yazır ki, Vüqar bəy aksiz olmayan siqaretləri lalların mağazinlərində satırlar ki, bunlara kırışalıq edir. Bəs onu mən deyə bilmərəm. Mən onu biriniz də eşidirəm, bunu oxudum sizdə. Deməli, məşğulluğa gətirilənlər, dostlar, nə edirlər? Bu sizə bu faktı da açacağım. Xahiş edirəm, bəyənməni vurun. Hər kəs bəyənməni paylaşın. Çünki bu faktları bir daha heç yerdə eşitməyəcəksiniz. Yayın ki, hökumət görsün ki, ictimai qınaq var. İctimaiyyət narahatdır. Reaksiya versin buna. Deməli, elə ki, məşğulluq idarəsinə, yəni Dövlət Sosial Müdafiə Nazirliyinin məşğulluq idarəsinə kvota verildi, pul ayrıldı. Məsələn, 62 milyon, 68 milyon. İri buynuzlu heyvan gətirməsi. Hələ xırda buynuzlu yox, ha. İri buynuzlu heyvan. Məsələn, 62 milyon, 68 milyon pul ayrıldılar. Əla, gözəl. Rusiyada bir şirkət var. Pulu vururlar həmən şirkətə. Dostlar, cənab baş prokuror, hörmətli qurum rəhbərləri, hər kəs diqqətlə dinləsin. Həmin pulu buradan vururlar Rusiyada bir şirkətin adına. Ondan sonra çağırırlar burada müstəqil şəkildə heyvan satışı ilə məşğul olan sahibkarları. Deyirlər ki, qardaş, oradan bu qədər heyvan gətirilməlidir.